Bugünün mövzusu törəmə pillələrdir. Bundan qabaqki mövzuda biz dedik ki, 7 əsas pillə var və 9 oktavada bu 7 əsas pillə yəni dəyişilmədən təkrar olunur. Sadəcə bunlar zirvə bənd olmaqlarına görə oktavalarda yerləşdirilib. Bunlar deməli ki, ümumiyyətlə klaviaturada 88 pillə var. Bunlardan deməli ki, hansı ki ağ pillələrdən gedir, onların sayı 52-dir. Hansı ki qara pillələrdən söhbət gedir. Mən qırmızı yazmışam rəngarəng olsun deyə. Onların sayı 36-dır. Yəni 52 ağ, 36 qara pilləmiz var. Bunlardan ağlar əsas pillə hesab olunur. Bunlar yəni əsas pillələrdir. Hansı ki biz əsas pillələri yarım ton azaldırıq, bəmləşdiririk, zilləşdiririk. Bu zaman törəmə pillələr meydana gəlir. Törəmə pillələr məsəl üçün necə meydana gəlir? Deyək ki, do notudur. Bu dodur. Notları yazaq. Re, mi, fa, sol, la, si. Deməli, burada yazı var do. Burada da bir dənə xətt çəkeyim. Bu da bizə lazım olasıdır. Deyək ki, bu da si'dir. Hansı ki bu do'dur. Biz bunu yarım ton zilləşdiririk. Olur do diyez. Do diyez. Deməli ki, bura düşür. Bu yaranmış do diyez törəmə pillədir. Do diyez. Və yaxud da bu re notudur. Re. Onu bəmləşdiririk. Yenə gəlir bura düşür. Olur yenə törəmə pillə. Sonra re diyez. Düşür bura. İkinci qara pillə. Olur bu da törəmə pillə. Bugünün mövzusu törəmə pillələrdir. Bundan qabaqki mövzuda biz dedik ki, 7 əsas pillə var və 9 oktavada bu 7 əsas pillə yəni dəyişilmədən təkrar olunur. Sadəcə bunlar zirvə bənd olmaqlarına görə oktavalarda yerləşdirilib. Bunlar deməli ki, ümumiyyətlə klaviaturada 88 pillə var. Bunlardan deməli ki, hansı ki ağ pillələrdən gedir, onların sayı 52-dir. Hansı ki qara pillələrdən söhbət gedir. Mən qırmızı yazmışam rəngarəng olsun deyə. Onların sayı 36-dır. Yəni 52 ağ, 36 qara pilləmiz var. Bunlardan ağlar əsas pillə hesab olunur. Bunlar yəni əsas pillələrdir. Hansı ki biz əsas pillələri yarım ton
azaldırıq, bəmləşdiririk, zilləşdiririk. Bu zaman törəmə pillələr meydana gəlir. Törəmə pillələr məsəl üçün necə meydana gəlir? Deyək ki, do notudur. Bu dodur. Notları yazaq. Re, mi, fa, sol, la, si. Deməli, burada yazı var do. Burada da bir dənə xətt çəkeyim. Bu da bizə lazım olasıdır. Deyək ki, bu da si'dir. Hansı ki bu do'dur. Biz bunu yarım ton zilləşdiririk. Olur do diyez. Do diyez. Deməli ki, bura düşür. Bu yaranmış do diyez törəmə pillədir. Do diyez. Və yaxud da bu re notudur. Re. Onu bəmləşdiririk. Yenə gəlir bura düşür. Olur yenə törəmə pillə. Sonra re diyez. Düşür bura. İkinci qara pillə. Olur bu da törəmə pillə. Sonra yazırıq mi bemol. Mi bemol da düşür bu qara pilləyə. Bu da törəmə pillədir. Mi bemol düşdü deməli bura. İndi biz yazırıq mi diyez. Mi diyez. Mi diyezdən yəni burada qara pillə olmadığına görə düşür bu fa'nın yerləşdiyi yerə. Yəni biz bunu çalanda fa çalmırıq, mi diyez çalırıq. Mi diyez çalırıq və bu notda ağ pillə olmağına baxmayaraq bu da törəmə pillədir. Amma mi diyez olsa törəmə pillədir. Fa kimi yox. Eyni çalırıq, ağ not çalırıq. Amma törəmə pillə hesab olunur. Çünki bu fa deyil, mi diyezdir. Çünki bu klaviaturada ağ pillə kimi yoxdur. Bu yaranmış pillədir. Sonra yazırıq fa. Mən indi təmizlər yazmıram da. Fa diyez. Düşdü bura. Oldu törəmə pillə. Sonra yazıram sol bemol. Yenə düşür bura. Bu da törəmə pillədir. Daha sonra mən burada bir şey də unutdum. Məsəl üçün bu mi diyez fa'ya düşürsə, törəmə pillə olursa, deməli fa bemol da düşür mi'yə. Mi də törəmə pillə olur. Yəni mi yox, mi kimi yox. Həmin ağ klaviş olur törəmə pillə. Amma bunlar mi fa kimi yox. Mi diyez fa bemol kimi. Məsəl üçün mi diyez kimi bu pillə, bu klaviş, fa bemol kimi də bu klaviş törəmə pillə hesab olunur. Sonra yazırıq sol bemol, sol diyez, la bemol. Aha, deməli sol diyez, la bemol. İndi la diyez. Məsəl üçün bura düşür. Si bemol. Si bemoldə bu qara dilə düşür. Sonra si diyez. Deyək ki bu si'dir.
Si diyez do'ya düşür. Do notunu yerinə. Bu da törəmə pillə hesab olunur. Si diyez. Eləcə də do bemol da. Do bemol. Bu da törəmə pillə hesab olunur. İndi burada yazaq. Baxın. Bu do diyez. Re bemol. Re diyez. Mi bemol. Bu olur fa bemol. Bu olur mi diyez. Bu mi diyez. Bu fa bemol. Bu olur fa diyez. Sol bemol. Bu olur sol diyez. La bemol. La diyez. Si bemol. Belə. Bu da olur do bemol. Bu do bemol. Yani si'ye düşür. Bir de si diyez. Si diyez. Bu da bu do'nun yerleştiği yerde olur si diyez. Belə. İndi yenidən törəmə pillələri yazaq. Do bemol. Do diyez. Re bemol. Re diyez. Mi bemol. Mi diyez. Fa bemol. Fa diyez. Sol bemol. Sol diyez. La bemol. La diyez. Si bemol. Si diyez. Bunlar törəmə pillələrdir hamısı.